bizim əlimizdə səhih hədislər var ki, qəbirdə sorğu-sual var. Amma qəbirdəki sorğu-sualın mahiyyəti nədən ibarətdir, necə olacaq bizim idrakımızın fövqündədir. Biz onu fiziki qayda-qanunlarla təhlil eləyə bilmərik. Və yaxud elə ruh məsələsinin özü, Quran deyir ki, ruh haqqında sizə çox cüzi məlumat verilib. Belə olduğu təqdirdə biz ruhun mahiyyətini təbiət elmlərinin qayda-qanunları əsasında təhlil etsək, hidayət əvəzinə zəlalətə düşmə ehtimalımız çox böyük olar. Bu baxımdan hədisşünaslar mütəşabih xəbərlərin özlərini də bir neçə qismə bölüblər. Birincisi, uluhiyyət baxımından mütəşabih xəbərlər. Allahın sifətləri bura daxildir. İkincisi, nübüvvət və həmçinin imamət baxımından mütəşabih xəbərlər. Peyğəmbərliyə aid olan və yaxud imamlarımıza aid olan bir çox xəbərlərin mütəşabih olduğunu görür, onların təbiət elmləri vasitəsilə təhlilinə bir, necə deyərlər, qadağa qoyuruq, yəni mümkünsüz olduğunu deyirik. Bayaqları işarə etdik ki, məsumların elə əhvalı, elə xəbərləri var ki, onları biz dərk etmirik. Xəbər səhihdirsə, iman gətiririk, kifayət edir. Üçüncü, yəni mütəşabih, idrakdan kənar xəbərlər, hədislər qrupuna aiddir, məadla bağlı, axirətlə, qəbir haqqı hesabı ilə bağlı xəbərlər. Heç kəs qəbirdə sorğu-sualın necə aparılacağını Nəkir və ya münkər, bəşir və ya mübəşşir adlı mələklərin gəlib insandan necə sorğu-sual tutacağı haqqında məlumatları elmi yolla təhlil edə bilməz. Əlimizdə məsumlarımızdan səhih xəbər var, əmənnə, iman gətirmişik. Dördüncü qrupa aid olan xəbərlər zaman baxımından mütəşabih xəbərlərdir. Mən bu haşiyəni ona görə çıxıram ki, əziz möminlər, bəzən möminlər arasında bu kimi xəbərlər daha çox təhlil edilməyə çalışılır. Amma bilək ki, bizim idrakımızdan uzaq bir məsələdir. Bəzi xəbərlərin təhlilinə bizim əqlimiz, bəşərin əqli yol tapmaz. Zaman baxımından mütəşabih xəbərlərə bir, keçmişdə baş vermiş bəzi xəbərlər daxildir. Məsələn, Adəm əleyhissalama aid olan nəslin çoxalması məsələsi. Sən mövzunu götürsən, mövzuya aid 5 hədis seçsən, 5-i də bir-birinin ziddinədir. Ona görə də bəzi alimlər deyib ki, belə xəbərlərdən uzaqlaşaq. Və yaxud qiyamətlə bağlı, gələcək zamanla bağlı xəbərlər, qiyamətin nə vaxtı baş verəcəyi, Quran deyir ki, səndən bu haqda soruşarlar, sən hardan biləsən? Yəni, onun məlumatı yalnız və yalnız uca Rəbbimizin elmindədir.